Son günlərdə məktəblilər arasında snus adlanan saqqıza bənzər məhsulun istifadəsi hallarına rast gəlinir. Ekspertlər arasında bu məhsulun narkotik və ya psixotrop maddə kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyi barədə fikir ayrılıqları var. Hazırda sözü gedən məhsulun tərkibi və hüquqi statusu ilə bağlı araşdırmalar aparılır. Maraqlıdır, bəs görəsən, snus adlanan bu məhsul nədir, nə məqsədlə istifadə edilir? Oxu Azı açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova qeyd edib ki, snus tütün məmulatı kimi tanınır və tərkibində nikotinlə yanaşı ətirləndiricilər, konservantlar və müxtəlif kimyəvi maddələr mövcuddur. Yeniyetmələr və gənclər bəzən dərmanlara, bəzən isə konfet formasında təqdim olunan, lakin asılılıq yaradan müxtəlif məhsullara maraq göstərirlər. Snus adlanan və konfetə bənzəyən bu məhsulların Azərbaycanda istehsalı və satışı rəsmi olaraq mümkün deyil. Böyük ehtimalla bu məhsullar qeyri-qanuni yollarla ixal olunur və ya nəzarətsiz satış nöqtələrindən birbaşa yeniyetmə və gənclərə təqdim edilir. Snusun tərkibindəki nikotin birbaşa asılılıq yaradan maddədir. Bu cür məhsulların bəzən mənşəyi bəlli olmayan yerlərdə istehsal olunması onların tərkibində ağır metalların olma riskini artırır. Nəticədə mütəmadi istifadə daxili orqanların funksiyalarının pozulmasına, zəhərlənmələrə və ciddi sağlamlıq risklərinə səbəb ola bilər. Xüsusilə yeniyetmələr və gənclər bu məhsulları damaq altında dil altı və ya sorulma yolu ilə qəbul etdikdə ağız, damaq və diş sağlamlığına mənfi təsirlər yaranır. Diş əti problemləri müşahidə olunur. Asılılıq riski ilə yanaşı uzunmüddətli istifadə ürək-damar xəstəliklərinə də yol aça bilər. Qan təzyiqinin yüksəlməsi, ürək ritminin artması, hətta qəfil ürək dayanması kimi ciddi risklər mövcuddur. Bundan əlavə, immun sistemi zəif olan yeniyetmələrdə snus istifadəsi ürək bulanma, baş gicəllənmə, görmənin müvəqqəti pozulması və halsızlıq kimi əlamətlərlə özünü göstərə bilər. Nikotin tərkibli, mənşəyi bəlli olmayan bu məhsullar etibarsız məkanlarda yeniyetmə və gənclər arasında tütün asılılığı yaratmaq məqsədi ilə satılır. Belə hallarla rastlaşıldıqda Daxili İşlər Nazirliyinin qaynar xəttinə məlumat verilməlidir. Çünki bu məhsullar zərərli hesab olunur və yetkinlik yaşına çatmayanlara satışı və istifadəsi qadağandır. Nəzarət tədbirləri aparılsa da, gizli və nəzarətsiz məkanlarda bu cür hallar hələ də baş verir. Bu səbəbdən valideynlər, təhsil müəssisələri və aidiyyatlı qurumlar məsələyə xüsusi diqqət yetirməlidirlər.